Mənim atamdır. Dünyanın en güzel atasına sahip. Canım atam. Ata qoxursan iyi. Yəni salam elə də mənim izləyicilərim var. Salam ömrüm. Ömrüm. Sana deyirəm də. Yine bu bunu. Bu da benim işgüzar babamdır. Güzel olsa pinki. Doğum günü mübarek olsun. Ben mamamın kopyasıyım. Hı. Allah seni Güzel eləyimsən. var eləsin. Aman qurban olsun. Təbrik edirəm Sağ səni. ol kızım, sağ ol. Allah seni həmişə xoş günlər özü nəsib eləsin görməyi. Amin. Bugün olsun oğlumun da toyunu nişanlı eləyək. Xeyirlisi ilə, xeyirlisi ilə. onun balalarının da köməyində olum, özünün də köməyində olum inşallah. Allah səni var eləsin. Bol-bol nəvə nəticə gör inşallah. İnşallah. Nicatından da görüm o gün. Amin. Deməli, mamaya tatlıdan tort almışıq. Buranın tortları həmişə qəşəng olur, dadlı olur. Çox vaxtı buradan alırıq. Çox qəşəngdir. Allahlar nədir? Çox sağ olun, çox sağ olun. Nənəsi, bunu da öp. Çox sağ olun. Sən də sağ ol. Nene bunu açalım. Çox sağ olun. Ay Çox nənəsi, sağ olun. Yusuf'un məktubunu aç hələ. Şimdi açalım. Bunu açalım. Bazı aslan yeri olsun. Bu ismin mektubu. Ay Allah. Bu senin de. Yusuf. Asıl. Çok sağ Can ne olun. yazdılar? Payınız çok olsun. Nene seni. Ne de dünya. Çok sağ ol. Onu da istiyorum. Ay Matcu. Bana yiyelim. Oranı özün Bana yer. yiyelim. Oranı özün yersən Matcu. Atan gözü kaldı. Aslan. Seni çok seviyorum. Bunu. Niyə ki? Nene yüreğin içinde. Çox hələ veclər. Güzel, çok güzel. Sağ olun. Allah sizin payınızı çok eləsin. Nənə başına tort yedir. Ben bunu da beğendim. Bu da Ay beğendim. Allah, ıvır zıvır yığıblar ora. Aycım bax. Ona sana verirsin. Bunlar bir yanlış yerler. Aslan. İşin olmasın. Aslan Bey. Mehmet de yalan. Hadi yaxşı ağ eləməyin, lənc eləməyin tortu. Herkese salam. Artıq çoxdandır ki, YouTube üçün video çəkib paylaşmırdım. Ancaq sonunda qərar verdim ki, bugün bu videonu editləyib paylaşım. Videonun ilk hissəsində gördüyünüz kimi anamın doğum günüydü və hamımız yığışmışdıq anamın doğum günü üçün.
Baxmaya bilərsiniz. Təbii ki, sizə sıxıcı, maraqsız gələ bilər. Ailə ortamıdır. Özümüz üçün doğum günü keçirdirik. Yığışmışıq. Ancaq inanın o gün mənim üçün o qədər dəyərli, o qədər əzizdir ki, düşünməzdim mən sonunda bu videonu səsləndirim. Bu təmizlik videosu isə mənim ən qara günümdür. İki video arasında sadəcə bir həftə fərq var. Noyabrın 27-si anamın doğum günü, dekabrın 4-ü anamın ölüm günü. Əslində hər şey yaxşı başlamışdı bugün mənim üçün. Yəni dekabrın 4-ündən söhbət gedir. Durdum, uşaqlarımı bağçaya apardım, daha sonra geri döndüm. Ta ki bu təmizlik videosunun son mərhələsinə çatana qədər zaten görəcəksiniz videonun sonunda mən makyaj masamı təmizləyirəm və orada video bitir. Əslində isə mən oradan sonra mətbəxə keçdim yığışdırmaq üçün. Ancaq o qara xəbərin gəldiyi dəqiqə idi. Sözün düzü artıq YouTube'a video çəkməyi istəmirdim. Mənim üçün bağlanmışdı. Profesional şəkildə Instagram işlədirəm və YouTube'a geri dönməyə qərar aldım. Çünki anam bu barədə mənə çox dəstək olurdu. Sən bacararsan, sən eləyərsən qızım. Və baxsaz çox videoda alt bölmədə anamın rəyləri var. Artıq olmayacaq o rəylər. Bu mənim üçün çox çətindir. Hətta bu videonu editləmək belə, bu videonu səsləndirmək belə məni həmin günə geri götürdü. Sözün düzü çox qərarsız qalmışdım bu videonu çəkməklə bağlı. Ancaq dediyim kimi geri dönmək istədim. Çünki anamın da arzusu buydu. Hətta bacıma deyib ki, mən evimə çox bağlı insanam. Məcbur etməsəz evdən çölə çıxmıram, xoşlamıram. Ancaq yenidən belə videolar çəkməyi, Instagramda profesional şəkildə irəli getmək çabam anama çox xoş idi deyə düşündüm ki, hal-hazırda anamın da ürəyincə olar, ruhu şad olar bəlkə. Keçək bu günə. Dediyim kimi çox yaxşı başlamışdı hər şey. Və video açmışdım. Təmizlik videosu çəkib, səhərsi gün editləyib paylaşmaq idi niyyətim. Və hətta həmin günün səhərsi uşaqlarıma deyəndə ki, sabah hara gedək, çünki 5-ci gün olacaqdı. Dekabrın 4-ü, 4-cü gün idi, cümə axşamı günü idi. Biz cümə günü bağçadan sonra uşaqlarla birgə, uşaqlarımın istəyi ilə anamgilə gedəcəkdik. Yəni onlardan sual verib soruşanda ki, hara gedək, nənəgilə gedək demişdilər. Biraz tez gedəsi oldum və uşaqlarsız gedəsi oldum. Yəni düşünməzdim ki, sadəcə bir həftə sonra anamı itirəm. İtirmə səbəbimiz yəni hansısa bir xəstəlik deyil, hansısa bir problem deyil. Düzü bəzi indi onsuz da kimdən soruşsaz təzyiq problemi var, şəkəri var. Yəni bu normal şəkildə artıq qəbullanmışıq ki, valideynlərimizdə də var. Kimi dindirsəz onsuz da bu problemlərlə yaşayır, həyatına davam edir. Anamın ölüm səbəbi isə bunlarla yanaşı yıxılmaq oldu. Doğum günündə anamla görüşdüyümüz son gün değildi. Anamın doğum günü, səhv eləmirəmsə,
O da 4-cü gün idi. Hə. O da 4-cü gün idi. Anamın doğum günündən sonra isə 27 noyabrdan sonra 28 noyabr mənim böyük oğlumun doğum günüdür və biz bazar günü evimizdə oğlumun doğum gününü qeyd etdik. Anamgil də gəlmişdi və anamı gördüyüm son günüydü. Həmin günü yenə yığışmışdıq bir yerə ailəvi şəkildə. Gözəl vaxt keçirdik. Yedik, içdik, əyləndik, hər şey çox əlaydı. Ancaq bazar günündə son dəfə gördüyüm anamı 4-cü gün itirdik. Və həmin gün elə yağış yağırdı. Yəni bir insan necə yıxılıb rəhmətə gedə bilər. Mənim üçün çox çətindir. Həqiqətən bu videonu editləmək, bu videoya danışmaq. 31 yaşım var. Və mən bu yaşıma qədər atamgilə hər dəfə gedəndə anamla yatırdım. Biz bir-birimizə çox bağlı olmuşuq. Nəinki mən, anam 4 evladının 4-ünə də bağlı olan qadın olub. Bütün analar kimi. Amma anam tam başqaydı. Hər kəs elə deyir təbii ki, mənim anam başqaydı, amma doğrudan mənim anam başqaydı. Bizim dırnağımıza dəyən daş onun sanki ürəyinə dəyirdi. Onu elə hiss eləyirdik. O qədər canı yanırdı bizə nəsə olsa. Bilmirəm, bəlkə də bu video sizə maraqsız gələcək. Baxmaya da bilərsiniz, baxa da bilərsiniz. Mən bu videonu sadəcə burada mənə xatirə qalsın deyə editləyib paylaşmaq istədim. Anamın ən son xatirəsindən. Oradakı öpürəm anamı, kaş ki o günə geri qayıda bilərdim. Və o qədər bol-bol öpərdim ki anamı. Valideynlərinizin qədrini bilin. Nə desələr düz deyirlər. İnanın, xeyrimizə deyirlər. Hər şeyi. Yəni, onsuz da insan canından, qanından olan birinin niyə görə pisliyini istəsin ki? Kaş daha çox vaxt keçirtmə şansım olardı anamla. Elə uzaqda qalmırdıq. Ancaq hər gün də görüşmürdük. Sanki bu doğum günlərinin yaxın olmağı buna vəsilə oldu ki, biz bir yerə yığışdıq. Başqa da nə deyəcəyimi bilmirəm. Sadəcə bu video anamla xatirə qalsın istədim. Sizə nə qədər xoşdur bilmirəm. Bu qədər. Ümid eləyirəm ki, sona qədər izləyərsiniz videonu. Belə. Bu arada kanalıma abunə olmağı unutmayın. Bu mənim anamın arzusuydu. İrəli getməyim. Çünki mən yarıda hər kəsmək istədikcə anam məni motivasiya eləyirdi ki, sən bacarasın. Qızım, sən istədiyin hər şeyi bacararsan, irəli get deyirdi. Mən də onun arzusunu gerçəkləşdirmək istəyirəm. Hər dəfəsində açıram, onun yazdığı rəyləri oxuyuram. Belə, bu qədər. Dediyim kimi, kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın. Sizlər üçün yeni maraqlı videolar çəkməyə çalışacağım. Bu qədər. Sağ olun.